qaynanamla qalırdım. Amma Aha. heç xoşbəxt deyildik. Biz boşanma həddinə gəldik, çatdıq. Aha. Yoldaşım məni çox sevir, mən yoldaşımı çox sevirəm. Aha. Amma elə vəziyyətə gəldik, çatdıq ki, qaynanama heç nə bəyəndirə bilmirdim. Ay Güney xanım, bir söz deyim, xahiş edirəm. Deyirsiniz, məni yoldaşım çox sevir, mən də yoldaşımı çox sevirəm. Və yoldaşını sevən xanım, onun atasını, anasını saymazmı, hörmət etməzmi? Yo, Zaur bəy, siz indi bilmirsiniz də, qoy mən sizə izah edim. Mən qaynanamın istədiyi hər şeyi eləyirdim. Evi yığışdırırdım, nə bilim, yemək deyirdi, yeməyi bişirirdim. Yoldaşımın qulluğunda dururdum. Qaynanamın da, qaynatamın da hörmətini saxlayıb qulluğunda dururdum. Aha. Amma nə edimsə mən özümü ona sevdirə bilmədim ki, bilmədim. Axırda da elə həddə gəldik, çatdıq ki, yoldaşımla boşanma səviyyəsinə çatdıq. Mən də sözümü dedim ki, ya evdən çıxırıq, ya da ki, boşanırıq da. Yəni, mən düz ayrılmaq təbii ki, istəmirdim. Amma nəticə etibarilə hazırda biz çox xoşbəxtdik. Çünki 3 ildə ayrı yaşayırıq, qaynanamın üzünü görmürəm və çox xoşbəxtəm. Ay Güney xanım, xahiş edirəm bir sual verim. Siz dediniz ki, ya bu evdə qalırıq, yox, ya bu evdə qalırsansa ayrılıram səndən, ya da ayrı evə çıxırıq, düzdürmü? Bəli, bəli. Oğlan da atasını, anasını yox, sizi seçdi. Qaynanam mənə çox incidirdi, zülüm eləyirdi sözün əsl mənasında. Nə eləyirdim, bəyəndirə, yediyim yeməyi götürüb boşaldırdı. Gah içinə duz istiot qatırdı. İnanırsınız, filmlərdəki kimi bir həyat yaşayırdım. Belə reallıqlar var ha. Yox, var. Valla belə reallıqlar da var. Var. Heç bir ana istəməz balası. Var. Reallıqlar var. Mən hətta bir qaynananın, bir gəlinin, yəni bizim tanıdığım bir ailənin başına gəlib, amma mən şahid olmuşam. Qızılını oğurlayıb ki, sənin yoldaşın güyəm, oğlunun gəlinin, yəni oğlunun arvadının qızılını oğurlayıb ki, günah onda olsun. İstəmir olasın, onu boşanmasını, öz bacısı qızının və yaxud da qardaşı qızının ona ərə getməsini istəyir. Ən çox. İndi Güney xanım, bəs qaynananızla münasibətiniz varmı indi? 3 ildə ayrısınız dediniz. Xeyr, yoldaşım özü gedir, gəlir. Təbii ki, anasıdır, getməlidir, gəlməlidir. Amma mən nə gedirəm, nə gəlirəm, əlaqəmiz yoxdur. Yəni sən getmə, o mehribançılıq olsun. Getmə verim. Çox sağ olun Güney xanım.